Buraxılış imtahanı düşmüş. Növbəti suallardan birinə baxaq. Y-də x bərabərdir z-də y, o da bərabər düşdü 2-yə. Deməli, bu nisbətlərin hər birləri bir-birinə bərabərdir. Y-də x bərabərdir düşdü 2-yə. Digər tərəfdən z-də y özü də düşdü 2-yə bərabərdir. Göründüyü kimi, hər ikisində ortaq dəyişən y-dir. Hər ikisində ortaq dəyişən y olduğu üçün biz burada y-in qarşısındakı ədədləri, yəni burada y-in qarşısında 3, digər tərəfdə y-in qarşısında 2 durur. Y-lərin qarşısındakı ədədlərin əköbünü tapaq. 2 ilə 3-ün əköbü 6 edir. Deməli, biz y-in qarşısındakı ədədləri 6-ya tamamlamalıyıq. Birinci kəsirdə y-in qarşısındakı ədəd 3-dür, 2-yə vursaq 6 edir. Kəsirin əsas xassəsinə görə kəsiri məxrəcini hansı ədədə vururuqsa, surətini o ədədə vurmalıyıq. Və eyni zamanda ikinci kəsirdə y-in qarşısındakı ədəd 2-dir. 6-ya tamamlamaq üçün 3-ə vururuqsa, o zaman məxrəcdəki ədədi də 3-ə vurmalıyıq. Buradan alırıq ki, y-də x bərabərdir 6-da 4-ə. Eyni zamanda z-də y bərabərdir 9-da 6. Baxın burada y-in qarşısındakı ədədlərin hər biri bərabər oldu. Deməli biz x-in qiymətini 4k, y-in qiymətini 6k, z-in qiymətini 9k götürə bilərik. Bizə nə verilir? Z çıx x bərabərdir 30-a. Z 9k'ya bərabərdir. 9k çıxılsın x 4k. Bunların da fərqi 30-a bərabərdir. 5k bərabərdir 30. K'nın qiymətini tapsaq 30 bölü 5 bərabər olacaq 6-ya. Bizdən nəyi soruşur? X, y, z cəmini. X, y, z cəmini tapaq. 4k, 6k, 9k. X 4k'dır. Deməli, y 6k, z 9k. Bunların cəmini tapsaq edəcək 19k. Bizdən bunların cəmini soruşur. K'nı da tapmışıq. K 6-ya bərabərdir. 19 vurulsun 6. O da bərabər olacaq 114'ə.